İndi sen de mən də parmağımızı koyuruq bura. Koyduk. Korkma korkma, neden korksan, tok vurmaz. Ha, eşidirik. Heç nə eşitmirik. Doğrudan da heç nə eşidimirik ki. Görəsən niye böyle olsun? Ha, aydındır. Çıx bunun üstüne, parmağı koy bura. Bəs indi necə? Eşidirik. Musiqi verirlər. Danışır Bakı, köhnə yeni radyo. Nəğmə dolu gecələr, Ulduz donlu geceler, bəzən saklıdır, bəzən toylu büsatlıdır, göy göyərçin qanatlıdır bizim Bakı gecələri. görürsen mi? Ulduz aktı bak, görürsen mi? Görürəm, görürəm. Deyirlər ulduzlar bu nağıllı gecələrin, bu nəğməli gecələrin, bu sevdalı gecələrin ışıq dolu notlarıdır. Elə bil bir kəhkəşanlı nəğmə çilənib göylərə. Bir ulduza bax, gör necə parlayır. O bir ananın yorğun gözlərindən işıq alıb. O bir layladır, bir ananın şəfqət dolu gecə nəğməsidir. O ulduzsa, heç onu demirsən. Yox, o da ulduz değil. O da bir sevda dolu nəğmənin bir parçasıdır. O da bir sevən ürəyin intizarından nur alıb. Köhnə yeni radyo. Axşamınız xeyir olsun əziz dinləyicilər. Köhnə yeni radyonun studiyasında Əli Məhəmmədoğludur. Hər gün ömürdən gedir. Saat kimi, uşaqlıq kimi, sağlamlıq kimi, gənclik kimi. Yaşadığımız zaman su kimi damla-damla süzülür ömrümüzdən. O da gedir bizim kimi. İnsanlar da gedir, zaman da. Mənə bircə kəlmə can söyləsəydin, o bircə kəlmənə min can verərdim. Ömrümü, günümü dərd eyləsəydin, ömrümü, günümü dərman verərdim. Ömrümü, günümü dərd eyləsəydin, ömrümü, günümü dərman verərdim. Yolcusu olduğumuz yol çox qəribədir. Döngəli, keşməkeşli, fərqli, ağ-qara zolaqların izinə düşüb gedirik. Hamımızın yükü var bu yolda. Hərə daşıya biləcəyini daşıyır, çəkə biləcəyini çəkir. Beləcə baş alıb gedirik hərəmiz öz yolumuzla. Hərəmiz öz yükümüz, dərd sərimizlə.
Bu bizim gördüğümüz yoldu. Bir yolda var hayatımızda. Onu görmürük, duyuruq. Xatirələrimizdəki yoldur bu. İnsan xatirələrsiz yaşaya bilməz. Xatirələr bizim özümüzük, yaşadıklarımızdır, əzizlərimizin ikinci ömrüdür. Nə qədər biz varıq, xatirələr var, demək onlar da yaşayır. Hamımız radioya gələndə cavanıdıq. Ya tələbə idik, ya da yenicə ali məktəbi bitirmişdik. İşə başımız elə qarışdı ki, illərin necə keçdiyini bilmədik. İndi həmin o cavanlar nənə, babadır. Radiomuzun yaşının üstünə yaş gəldikcə, o ucalıb, bizsə yaşlanmışıq. Ömrümüz hədər getməyib. Bu möhtəşəm qalaya hərəmiz bir kərpiç qoymuşuq. Demək, bizim də öz xidmətlərimiz var. Və bunu hər dəfə deyəndə ürəyimiz fərəh hissi ilə çırpınır. Yəqin bugünkü həmsöhbətim, radiomuzun veteranı Dəmir Gədəbəyli də bu fikirdədir. Dəmir müəllim gözəl insan, gözəl şair, həm də gözəl jurnalistdir. Həm də istedadlı publisistdir. Çoxlu sayda kitabları çıxıb, şeirlərinə mahnılar bəstələnib, həmin mahnılar efirdə səslənəndə bir daha bu istedadlı şairin gözəl şeirlərinin şirinliyinə və axıcılığına valeh olursan. Onların hər misrası nə qədər poetik, nə qədər fəlsəfi və nə qədər də yenidir. Gül açar dünya güler, aleme nur sepiler, sen yadıma düşende. Gül açar dünya güler, aleme nur sepiler, sen yadıma düşende. Gece olsa ay çıkar, karanlıklar çekiler. Karanlıklar çekiler gece olsa ay çıkar karanlıklar çekiler gün olar gündüz olar şefek giyer düz dünya bir dünyamı kavuşar sevinç dolu yüz dünya gün olar gündüz olar şefek giyer düz dünya bir dünyama kavuşar sevinç dolu yüz dünya. İndi isə lap əvvəldən başlayaq Dəmir müəllim. Radio ilə ilk tanışlıqdan. Köhnə yeni radio. Radioya mən 1961-ci ildə gəlmişəm. O vaxtı universiteti təzəcə bitirmişdim. Rəhmətlik sədrimiz Teymur Əliyev idi. Allah rəhmət Teymur eləsin. Elçin. Çox gözəl, duyğulu, həssas, olduqca qayğıkeş. Özü də şair idi də Dəmir müəllim. Həm də gözəl şair idi, uşaq şairi idi. Teymur müəllim məni işə götürməzdən öncə dəvət eləmişdi və özünün yazmış olduğu bir neçə uşaq şeirini və bir də Aslan və Öküz adlı poemasını mənə vermişdi. Mən oxudum, dedi fikrin nədir? Çünki altda imza yox idi. Aha. Altda imza yox idi. İndi mən burada nə deməliyəm, necə deməliyəm, konkret deməliyəm hər şeyi. Uşaq şeirləri çox güclüydü. Olduqca güclüydü. Uşaqların psixologiyasına, uşaqların dünya görüşünə, uşaqların hisslərinə, duyğularına çox oxşar, toxunan şeirlər idi. Ancaq Aslan və İki Öküz xalq nağılında olduqca qüvvətlidir. Ancaq Teymur müəllim onu qafiyələndirmişdi sadəcə, o fikirləri qafiyələndirmişdi. Mən dedim bu şeirlər çox əla şeirlərdir. Azərbaycan uşaq ədəbiyyatının demək olar ki, inciləridir. Ancaq bu birisi kim yazıbsa bilmirəm, xoşuma gəlmədi. Teymur müəllim güldü. Dedi ki, şair elə düzünü dedi. Elə mənim özümün də xoşuma gəlməyib. Bizim tanışdığımız belə başladı.
Sonra məni rəhmətli Ənvər Əlibəyli ilə tanış Allah elədi. rəhmət eləsin. Allah ikisinə də rəhmət eləsin. İkisi də Azərbaycanın Bəli, bəli. gözəl şairləri idi. Çox dəyərli ziyalılar. Duyğulu insanlar idi. Haqsevər insanlar idi. İstedadı həmişə qayğı ilə qarşılayan, məhəbbətlə qarşılayan insanlar idi. Bu gün də elə bil gözümün qabağındadır. Heç vaxt da unutmamışam. Ruhları şad olsun, yerləri cənnət olsun. Amin, Çox amin, gözəl şairlərimiz idi. Təsəvvür eləyin ki, Dəmir müəllim, mən cəmi cümlətanı mən gələndə artıq Ənvər Əlibəyli idi sədr. Mən cəmi cümlətanı 11 ay işləmişəm onun vaxtında. Bax siz deyən kimi indiyə kimi o adamın siması mənim gözümün önündən getmir. Mədəniyyəti ilə, cavanlara qayğı ilə bir-iki dəfə də o vaxtı o letuşka deyirdilər də, o çaparaq. Orada Beş iştirak dəqiqəlik. eləmişdim, bəli. Orada onun fikirlərin, o redaktorlar haqqında, diktorlar haqqında fikirlərin deyərdi, ona qulaq asmışdım. İndiyə kimi siz demişkən gözümün qabağındadır. Buyurun Dəmir müəllim. Deməli, birinci il məni verdilər xarici verilişlər redaksiyasına. Aha. Orada xəbərlər şöbəsi vardı, xəbərlər şöbəsində. Allah rəhmət eləsin, Camal Poladxanov adlı bir redaktor yadımdadır. vardı, böyük redaktor. Şir Camal deyirdilər ona, saçları belə şir saçlarını Deməli, oxuyurdu. o Lənkəran xanının nəslindən idi. Aha. Repressiya dövrü onun dədə babasını Sibirə sürgün eləmişdilər. Elə Qazaxıstanda da qutarıb, Qazaxıstanda orta məktəb qutarandan sonra Moskva Dövlət Universitetinə qəbul olmuşdu. Moskva Dövlət Universitetini qutarandan sonra da bizim radyo televiziya təyinatla gəlmişdi. Camal Poladxanovla xəbərlər redaksiyasında, xarici xəbərlərdə ilk əmək fəaliyyətim orada başlayıb. Və həmən vaxtda da çox radionun sirlərinə alışdıqca, onda televiziya yox idi, insanları ilə tanışdıqca, əlaqədə olduqca bu radio mənə elə bir dərslər verdi ki, o dərslər heç vaxt yaddan çıxmaz, unudulmaz. Hər şeydən əvvəl məsuliyyət hissi verdi bizə. Bir dəqiqə gecikmək olmaz. Bəli. Saniyə söhbəti var. Efir bəli. gözləmir. Bax, bunu biz əvvəldən axıra kimi özümüzə rəhbər tutduq və heç vaxt baş aşağı olmadıq. Həmişə rəhbər yanında, dost tanış yanında, el-oba yanında, birinci xalq yanında həmişə başuca olduq. Və mən radio, televiziyada işlədiyim illəri 30 il işləmişəm mən burada fasiləsiz. Ay maşallah. Əvvəlcə müxbir işləmişəm, redaktor işləmişəm, böyük redaktor işləmişəm. Sonra da Səhv eləmirəmsə, elə mən gələn vaxtlarda siz böyük redaktor böyük redaktor işləyirdiniz. işləyirdim. Ondan sonra deməli radio televiziya proqramlarının məsul katibi işləmişəm. Bəli. Və 1991-ci ildə öz xahişimlə, öz ərzəmlə buranı tərk eləmişəm. Və o vaxtdan da mən özünüz bilirsiniz ki, həm də elmi işlərlə məşğul olurdum. bəli. Müdafiə eləmişdim. Elmlər namizədliyi, elmlər doktorluğunu müdafiə eləmişdim. Elə o vaxtdan da Azərbaycanın gənclərinə öz ədəbiyyatımızı, poeziyamızı, xalq ədəbiyyatımızı, dünya ədəbiyyatını öyrədirəm. Əla, əla. Köhnə yeni radio. Dəmir müəllim, bir balaca haşiyə çıxım. Tələbəli illərinizə qaydaq. Mənim birinci sinifdə əlifbanı mənə öyrədən bir müəllim olub. Soyadı yadımdan çıxıb, adı Xanəli idi. Ağdamdan. Bəli. O həmişə mənə danışardı ki, sonra o birinci sinifdə oxuyanda yox ha. Sonradan mən gəldim, radioda işləyəndən sonra mən hər il məzuniyyətə gedərdim Ağdama. O da Ağdam radiosunda, yerli radiosunda redaktor işləyirdi. Bəli. O həmişə sizdən danışırdı. Allah durursa can sağlığı versin. Ölübsə Məncə rəhmətə gedir. Allah rəhmət eləsin. Bilirsən, tələbəli illəri xatırlananda ən əvvəl gözəl müəllimlər yada. Səhv eləmirəmsə, hətta bir evdə olmusunuz onların. Deməli, bizim müəllimlər kim idi?
Bizim müəllimlər Azərbaycanın sayılan, seçilən elm sahəsində olduqca karfey deyilən insanları idi. Bizə dərs deyirdi Rəhmətli Cəfərxandan, Mikail Rəfili, Feyzullah Qasımzadə, Həmid Araslı, Nəhənglər. Məmməd Arif, Mirzəlal müəllim, həm də mənim elmi rəhbərimdir Mirzəlal müəllim, Mirzəlal, Allah rəhmət eləsin. Elə müəllimlər, elə öyrədirdi bizi, elə böyük sevgi vardı ədəbiyyatımıza, poeziyamıza, torpağımıza, intellektual, yüksək bilik sahibi idi. Məsəl üçün bizim qrupda 25 nəfər oxumalı idi. Biri Qazaxdan gəlmişdi, medal almışdı. Sonra da məlum oldu ki, o medalı elə belə alıbdı. Oxuyanmadı bizdən. Bizim 24 nəfərin 24'ü də əlaçı oxuyurdu. İçimizdə bizdən yaşca çox, məsəl üçün 15 yaş bizdən böyük idi. Fikrət Sadıq, şairimiz Fikrət Sadıq hərdən bir 3 alırdı. Qalan 23 nəfərin 23'ü də əlaçı oxuyurdu. 5 ilə oxuyurdu. Məsəl üçün mən əvvəlcə Nizami stipendiyası, sonra Lenin stipendiyasından oxumuşam. Sonra Fikrətin yoldaşı elə əlaçı Qutarıb Sevil. Sonra başqa yoldaşlarımız da, onların arasında neçələri elmlər doktorudur, neçələri elmlər namizədidir. Çox gözəl bizim qrupumuz olub. 56-57-ci tədris ilində biz Azərbaycan Dövlət Universitetinə qəbul olmuşuq. O həm də məni yaşca hamısından balaca olduğuma görə mən 16 yaşımda qızıl medalla gəlmişdim və həmən yoldaşlarımın içində məni də sinifkom seçmişdilər, sinif nümayəndəsi. Bəli, bəli. Və hamısının 5 il qayğısını çəkmişəm. Eləsi vardı, arayış gətirdilər ki, atası əskərdir. Sonra 5-ci kursda məlum oldu ki, bunların atası heç əskəriyə getməyibdi. Nəysə. Aydındır. Belə tələbəli illərimiz olduqca xoş keçib. Dəmir müəllim, deməli, radiodan 91-ci ildə getmişsiniz. Və buradan birbaşa hara getdiniz? Buradan birbaşa mən getdim. Mənim deməli Respublika Turizm İdarəsi var. Bəli. Orada bir müddət işlədim. Sonra gördüm mənim işim deyil. Turist gətir, turist daşı, nə bilim belə şeylər. Mən sonra Bakı Dövlət Universitetində, sonra da Elm Təhsil Mərkəzi, indi çalışdığım Təfəkkür Universitetində elə o vaxtdan indiyə işləyirəm. O özəl universitetdir. Özəl universitetdir. Mən sizə deyərdim ki, orada mənim işlədiyim üçün demir. Mən çox eşitmişəm o universiteti. Azərbaycanın özəl universitetləri arasında olduqca yüksək ixtisaslı mütəxəssis hazırlayan bir universitet. Ancaq öz biliyinə. Öz biliyindən oxuyurlar, gözəl oxuyurlar. Özdə bizim universiteti bitirən uşaqların əksəriyyəti bax, radiolarda, televiziyalarda, məsəl üçün bizim universitetin Respublika Prokurorluğunda, Ali Məhkəmədə, sonra iqtisad sahəsində, böyük şirkətlərdə, firmalarda olduqca gözəl mütəxəssislərimiz işləyir. Çox gözəl. Dəmir, bayaq qeyd elədik ki, sizin şeirlərinizə saysız hesabsız mahnılar var. Mən piyada, o atlı, bulud oldum, kanadlı, saçlarımı ağarttı, sevib bocaldı mənim. Mən piyada, o atlı, bulud oldum, kanadlı, saçlarımı ağarttı, sevib qocaltdı məni. Bir qız qocaltdı məni, yaman qocaltdı məni, aman qocaltdı məni. Bir qız qocaltdı məni, bir qız qocaltdı məni, yaman qocaltdı məni, aman
Xahiş eləyirəm, bax kimlərlə, hansı bəstəkarlarla işləmisiniz? Azərbaycanda elə bir bəstəkar yoxdur ki, onunla mənim Ünsiyyət əlaqəm, olmasın, ünsiyyətim olmasın. Onların içərisində yaşlı nəsildən rəhmətlik Şəfiqə Axundova, Ağabacı Rzayeva, Cahangir Cahangirov, Elza İbrahimova. Mən bilirəm ki, Bütün mahnılarımın- onun əksər mahnıların sözləri sizinkidir. 70'e yaxın sözümə mahnı yazıb. Bəli, bəli. Hamısı da bir-birindən Hamısı da gözəl. bir-birindən gözəl. Mənə deyirdi ki, Hətta Dəmir müəllim, o bəstəkarların özü, bax Şəfiqə xanımın öz dilindən mən eşitmişəm ki, Elza xanımın mahnılarına söhbət ola bilməz. Bax o cür bəstəkar, əgər bəstəkar öz həmkarı haqqında belə bir söz deyirsə, deməli həqiqətən elə. Allah rəhmət eləsin, yeri behişdə olsun Elza xanımın. Elza xanım mənim xətrimi çox istəyir. Mənə deyirdi ki, Vaxtı ilə elə burada işləyirdi də Dəmir müəllim. Dəmir müəllim deyirdi, sənin şeirlərinin özündə musiqi var. Mən sənin şeirlərinə musiqi yazanda çətinlik çəkmirəm. Allah. Və bunu Elza xanım dəfələrlə təkrar edirdi. Bizim onunla tanışdığımız da çox qəribə olub. Bizdə yadınıza gəlirsə, bizim hörmətli bir yazıcımız vardı, Aslan Abdullayev. Çox gözəl yazımdadır, çox gözəl. Aslan Abdullayev mənə dedi ki, bir bəstəkar var, şeirlərini ver, Dəmir, ona təqdim eləyəcəm. Dedim, nə olar? Qardaş, aradan bir müddət keçmiş, bir ay keçmiş, gördüm televiziyada elan elədilər ki, Ey Vətən, sözləri Aslan Abdullayevin, musiqisi Elza İbrahimovanındır. Mənim şeirimi oxudular. Elə bilginən ki, məni... İldırım vurdu. Yox, dünya aləm başıma hərləndi. Bu nətər dostluqdur, mənim şeirimi öz adına verir. Sonra Elza xanıma mən zəng elədim, dedim, bəs Elza xanım, sizlə danışan Dəmir Gədəbəylidir, mən sizə təşəkkür eləyirəm ki, mən mahnı yazmısınız, sözümə Ey Vətən sözünü yazmısınız. Mən sizdən bir şey xahiş eləmək istəyirəm. Dedi, nədir? Dedim, nə üçün siz səhvən mənim adımı yox, Aslan Abdullayevin adını vermişsiniz? Dedi ki, nə danışırsan, öz əlinlə yazıb. Belə tanış oldu. Ondan sonra mən şeirlər verdim Elza xanıma. Hardasa 70'dən çox sözümə Elza xanım mahnı yazıb, hamısı da bir-birindən gözəl, doğrudan da. Onu cemaat desin, mən deyəmədim. Bəli, elə cemaatin bir nümayəndəsində Ey Vətən, darıxma, gözlərimdən çəkinmə, ağlamasın salxım söyüd, bir gözəl qız yadın oldu, gənclik, ağsaçlı ana, hansını birini sayım, 70 mahnı yazıbdı, bəstəlik. Gözəl. Allah rəhmət eləsin. Müəllim, indi də yazırsınızmı? Bəli, yazıram, indi də yazıram. Olduqca bizim çox gözəl bir bəstəkarımız var. Konservatoriya qutarmayıb. Bəstəkarlar aləmində belə bir termin yazır ki, filan kəs konservatoriya qutarmayıb, onu bəstəkar saymaq olmaz. O, niyə ki, həvəskar Ələkbər Tağıyev? Rəhmətli Ələkbər Tağıyev. Hacı Baba Mənim Həsənov. ən sevimli bəstəkarım, dostum, Allah rəhmət eləsin, Bəhram Nəsibov. Bəli. Sonra Hacı Xan Məmmədov. Bunların hansı konservatoriya qutarmışdı ki? O cümlədən mənim bu dostum da konservatoriya qutarmayıb, Politexnikin üstünü qutarıb. Abış Surxayoğlu. Əsli Qafan rayonunun Baharlı kəndindəndir. Çox gözəl bəstəkardır. Onunla indiyə qədər hardasa bir 50-60'a mahnımız var. Deməli, o mahnıların içərisində Qaçaq Kərəm, Qəmlo, Cavad xan, Muğanamaz, Xalq qəhrəmanlarına həsr olunmuş. Xalq qəhrəmanlarına həsr olmuş silsilə mahnılarımızdır bizim. Olduqca gözəl alınır. Dəmir müəllim, 30 ilə yaxın deyirsiniz, radioda işləmişsiniz. Bax, yadınızda qalan insanlar. Yadımda elə birinci səndən başlayayım əlim. Çox sağ ol. Olduqca utancaq, mehriban, yumşaq xasiyyət, bir qara telli oğlan vardı. Askisiz, filansız. Onun adı Əli Məmmədov idi. Səhv eləmirəm. Bəli. Mən radioda xatırladığım adamlardan əziz dostum, çox hörmətli dostum, Azərbaycanın xalq artistləri Aydın Qaradağlı, Güzel. Ramiz Mustafayev, Züleyxa xanım. Allah ömür versin Züleyxa xanım. Deməli,
92 deməli, yaşı var. Ofeliya Sənani, Bəli. bunların hamısı mənim çox yaxşı xatırladığım diktorlarımızdır. Öyünməli, Fəxr eləməli, bəli. olduqca öz sənətinin qədir qiymətini uca tutan sənətkarlarımızdır bunlar bizim. Sonra redaktorlara gəlincə, onları kim unudar? Hamısı mənim qələm dostlarım, qələm yoldaşlarım. Hansını deyim, bir deyil, 5 deyil. Fəridə xanım, Arif Şəfizadə, Allah rəhmət eləsin. Arif Bəli, Şəfizadə. həqiqətən, bəli. sonra redaktorlardan Oktay Şamil, rəhmətli Natiq Səfərov, Bəli, bəli. Zöhrab Zeynalov, Valis Sənani, Hidayət Səfərli, Hidayəti kim unudar? Zarafatından Tofiq Rüstəmov. Tofiq Rüstəmov, Ənvər Hacıyev yadınıza gəlirsə. Çox gözəl yadıma gəlir. Çox. Sonra Rauf İsmailov, Bəli, bəli, bəli. Mailə xanım, Murad xanlı, Allah rəhmət eləsin, qana-qana rəhmət eləsin. Ölənlərin hamısına Allah Mailə rəhmət xanım, eləsin, bəli. gözəl redaktor, gözəl jurnalist, publisist. Bunları kim unudar? Mən unutmaram. Allah sizdən razı olsun Dəmir müəllim. Çox sağ olun. Vaxtınızı ayırdınız, gəldiniz. Bizim bu köhnə yeni radionun məqsədi, məramı bir növ indiki dinləyicilərlə köhnə deyəndə o həmişə Dilşad xanım deyir köhnə, köhnəlmiş demək deyil. Köhnə yəni o vaxtın insanları ilə cavan dinləyiciləri tanış eləmək, onların arasında bir növ körpü salmaqdır. Bu verilişin məqsədi budur. Çox gözəl. Sizə də təşəkkür eləyirəm ki, bir gözəl bir körpü saldınız o yaşlı nəsillə indiki cavan nəslin arasında. Çox təşəkkür edirəm. Çox gözəl. Mən də indi hal-hazırda çalışan bütün yaşlı nəsildən olan sizləri bir daha öz təşəkkürümü bildirirəm. Radio, televiziya proqramlarının işçilərinə mənim çox-çox təşəkkürümü yetirin. Həmişə qəlbim sizinlədir. Çox Və sağ heç olun. vaxt unudulmaz. Biz də heç vaxt sizi unutmuruq gördüyünüz kimi. Qonağımızsınız, daha doğrusu qonağımız deyilsiniz. Öz evinizdəsiz, öz köhnə evinizdəsiz. Çox sağ olun. Bir daha təşəkkür edirik. Mən də təşəkkür edirəm, sağ olun. Köhnə yeni radio. Kaş ünüm sənə yetər, kaş səsim sənə çatar, sən yadıma düşəndə. Kaş ünüm sənə yetər, kaş səsim sənə çatar, sən yadıma düşəndə. Mən təzədən gələrəm, gələrəm, sevmək üçün həyata, sevmək üçün həyata. Mən təzədən gələrəm, gələrəm, sevmək üçün həyata, sevmək üçün həyata. Gün olar, gündüz olar, gündüz olar, şəfəq yeyər düz dünya. Bir dünyamı qovuşar, dünyamı qovuşar, sevinç dolu yüz dünya. Gün olar, gündüz olar, gündüz olar, şəfəq yeyər düz dünya. Bir dünyamı qovuşar. Səhli dinləyicilər, bugün radiomuzun veteranı, şair, jurnalist Dəmir Gədəbəyli ilə birlikdə ötənlərə qayıtdıq. Bizə doğma, əziz günləri xatırladıq. Amma o günlərdən yadigar o qədər xatirələr var ki, buna saatlar, günlər bəs eləməz. Eybi yox, qalsın sonraya. Əziz dinləyicilər, köhnə yeni radionu Əli Məhəmmədoğlu, Səyyarə Altay və Dilşad Tahir qızı köklədi. Doğma radiomuzda yeni görüşlərədək. Dalğanı dəyişməyin. Azərbaycan Radyosu.